Şəmkir toyundayıq, amma Gəncədə. İstədim dünənki günü vlog kimi sizlərlə paylaşım. Saat 11-də yeganənin yanına gəldim. Saç və makyajımı yeganə xanım elədi. Nəticə gördüyünüz kimi mükəmməldir. Bir sözlə vuruldum. Sonra isə gedirik toya. Toy Gəncədə yerləşən Gold Imperial sarayında idi. Bu arada geyimimi hər zamanki kimi Nur Butikdən götürmüşəm. Nur Butik Seyfəldə yerləşir və bir-birindən gözəl təptəzə geyimləri var. Səhifəsini aşağıdan tağ edirəm, mütləq şəkildə girib baxın. Və budur, artıq toy başlayır. Kiçik də olsa masalar və sarayı sizlər üçün paylaşdım. Burada isə artıq yeməyə başlamışam və gözəlim Leylam gəldi. Düzdür, toya Alisanı gətirməmişdim, amma Alisanın kopyası Aynurçik buradaydı. Onunla biraz oynadıq, sonra isə getdik Leylanın yanına. Burada yenə sizə donumu göstərirəm. Həqiqətən çox bəyənmişdim və hər kəs də bəyənmişdi. Etiraf etmək istəyirəm ki, toyda həqiqətən də çox yemişdim və toyun ortalarında artıq pul yazıldı. Fuad.aytaç və kalp işarəsini mən çəkdim. Pulumuzu da yazıldıqdan sonra içəriyə girdik və başladıq əylənməyə. Rəylərdə mütləq qeyd edin nəyi bəyəndiniz, nəyi yox. Düzdür, birazcıq kökəlmiş ola bilərəm, amma əmin olun ki, özüm də fərqindəyəm və arıqlamalıyam. Yenə də məncə pis görsənmirdim. Saç və makyaj olduğu kimi qaldı və hər kəs saçımı da, makyajımı da çox bəyənmişdi. Buradan yeganəyə təşəkkürlərimi bildirmək istəyirəm. Bu arada bu Leylanın qız toyu idi. Həqiqətən çox şən və əyləncəli keçdi. Burada isə bacımı görürsünüz. Bilmirəm sizdə necədir, amma mən həqiqətən də qohumlarımı dəhşət çox istəyirəm. Onlarla bir yerdə olanda həmişə qəşəng əylənirik, deyib gülürük və həqiqətən də günümüz şən keçir. Ümid edirəm vlog sizlər üçün maraqlı oldu. Şəmkirlərin toyu necə keçir videodan görmüş oldunuz. Bir şəmkirli olaraq bunu sizinlə bölüşməkdən qürur duyuram. Və budur, toyumuz artıq yekunlaşır. Vlogumuz da buradan bir də xoşbəxt ol demək istəyirəm.